Kömürlerim artık çok güzel bir şekilde yanır. Bu çok zevk vericidir, çok xoşbəxt hiss elətdirir mənə, amma kömürlər uzun müddətli yana bilməyəcək. Odun olmadığı üçün tez bitəcək. Ətrafa çıxıb biraz odun ocaq axtaracağım. Heç nə olmasa da əldən bir şey gəlməz. Çadırımı qurmuşam, ocağım da yanır. İnsanların təbiəti çirkləndirməsinə yəqin ki, heç bu qədər sevinməzdim. Çünki burada odun tapa bilmədim, odun ocaq yoxdur ətrafda. Sadəcə insanların atdığı tullantıları da yanacaq kimi istifadə etdiyim yanacaq vasitəsi kimi. Hələ ki ocağım yanır. Gözəl çadırımı da qurdum. Havada şaxta var. Amma bir şey deyim ki, buradan o qədər gözəl görsənir səma. Bütün ulduzları görmək olur. Hava kirliliği burada demək olar ki, çox heç yoxdur. Yəni şəhərdə işıqlar hava kirliliği verir deyə ulduzları görmək olmur. Ancaq burada ulduzların hər birini tək-tək çox gözəl görmək olur. Hal-hazırda telefonun fanlarından istifadə edirəm. Çünki başıma taxdığım fanların şarjı bitib. Ancaq burada çox maraqlı epizodlar olur. Onları çəkib göstərmək istəyərdim. Təəssüf ki, telefonun fanlarından istifadə edərkən kameranı istifadə etmək olmur. Ona görə ikisini eyni anda. Ona görə çox maraqlı epizodları çəkib göstərə bilmirəm, təəssüf ki. Saat hardasa 1-in yarısı olur, 1-ə qalır. Mən də yavaş-yavaş bu möhtəşəm çadırımda tulumuma bükülüb yatacağım. Ümid edirəm ki, gecə vaxtı da hansı bir yırtıcı heyvan məni ziyarət eləməz. Çadırın dörd bir tərəfinə çox az aralıqla yanan kömürlərdən düzmüşəm. Çünki heyvanlar o yanmış kömürün qoxusunu aldıqları zaman qaçırlar, gəlmirlər. Yırtıcı heyvanlar. Ümid edirəm ki, gecədə heç bir heyvan məni narahat etməz və sabaha gözəl bir şəkildə dərin yuxumu alaraq açmış olaram. Bu da çadırımın içini dolduran dəniz dalğalarının həzin səsi. Çox möhtəşəmdir.